Hər birinizi salamlayıram dostlar, kanalımıza və videomuza xoş gəlmisiniz. Deməli, bugün Azərbaycan TikTok videoları izləyirik. Arkada da tikinti işləri falan gedir, videonu bahirdə çəkirəm yəni. Ədalətsiz dünya. Adalətin dolu dünya. Amma arkada səs-küy gələ bilər, yəni tikinti işləri gedir də, bayaq dediyim kimi. Videomuza like atıb kanala abunə olmağı yaddan çıxarmayın. Keçdik videoya, xoş izləmələr. Və qonşular qatacaq səsimdən. O siqnal zad, videonun keyfiyyəti pox kimidir yəni. İnşallah bəyənərsiniz. Getdiyə, xoş izləmələr. Canınız həyat yoldaşınızdan necə çay istəyirsiniz? Belə yox. Aşkım, canım, mənə çay verə bilərsən? Sarmışam. Xahiş edirəm. Belə yox. Daha özgüvənli istəyirsiniz. Daha özgüvənli istəyə bilərsiniz. Məsələn, mən indi sizdən like istəyən də belə eləyim. Çay ver də. Oğlum. Qaqaş öz canına qəsd elədi. Ola çay istəyəndə lap elə yoxda da. Azlarım, deyirəm, belə çay istəməyin. Həm arvaddan olarsa. İçdiyin çay da zəhər olacaq. Zarafat sad eləmə qaqaş. Deyirsən zarafat eləyirəm, yəni mən daha bunu qəbullandım. Mən belə eləyəcəm. Like istəyəndə də belə eləyəcəm. Neyniyim? Abunə istəyəndə daha nə bilim, tullanıb düşəcəm. Bir də sənin gündəliyindəki görsəm, məni tanıma. Yaxşı. Növbəti gün 100% 2 alıb tanımır elə bir. Bilmirəm, siz kimsiniz? Mən kiməm? Ay, mən sənin atanam, necəni mən kiməm? Sən deməmişdin 2 alanda məni tanımıyorsan? Yenə 2 almışsan, ay it oğlum. Hindistan kinosu təqdim edir. Qəşəng videoydu amma. Uşaq vaxtı o qədər olub ki. Yəni lap belə olmayıb, amma belə şapalaqza da olub da. Aldım ha, aldım. Sağ ol dayı. Tam başka taze maşın. Heç olmasa videomuza like atıb yorum yazın, biz də bundan yaxşı maşınlar alaq ya da bundan pis. Ay xəstələr, uy! Gəlin, dərman var. Bu nə da la? Banan zad da var hala. Ölməyin asan yolu təqdim edir. Dərman. Dərman. Soyuqdur. İçində 340 km/saat sürətlə hərəkət edən bir qatar bax bu qədər tərpənməz olur. Nə qədər tərpənməz olur? Bəlkə də qurma deyə bu, lap bu qədər tərpənməz ola bilməz axı. Özü də lap belə sürətlə gedir. Ola bilər. Çindir. Hər şey gözlənir. Siqnal verməyə də vaxt tapdı. Tərpənməyin rəsminiz çəkilir. Tərpənmirəm. Çək qutarda sən də mırtdaşırsan. Mənim sifətim lap nə boydadır ki, onu çəkib qutara bilmirsən. Səsi nə qəşəngdir. Səsi yaxşıdır. Bir nəfər yazıb ki, gördünüz qozalıram, vurun öldürün məni. Biri də yazıb ki, arada gözləri açır görüm klient gəlibmi. Yaxşı oxuyur, pis deyil. İndi deyəcəklə montajdır. Qətiyyən montaj zad yoxdur bunda, öz səsidir. Uğurlar. Allah belə video çəkirlər burada. Bütün səs-küy basıb aləm ki. Bu mişqaların içində həqiqi bir dənə it var. Həqiqi olanı tapmaq həqiqətən çox çətindir. Həqiqi olanı mən necə görürəm. Bir dənə 5-ciyə diqqətlə baxın. Diqqətlə çox şübhəli görünür də yəni. Nə bilim, belə ikinci də ola bilər. İkincinin sifəti görünmür amma kuklaya oxşayır. Qaqaş məqsədinə çatmaq istəyir və məqsədinə çatdı. Görəsən sağdır. Bəd bax, ola. Sağdır, şükür sağdır. Suyun içinə düşüb, ola daşın üstünə falan düşsəydi indi yox idi. Məqsədimə çatdana yaxın məndə də belə oldu. Bu meyxanada pis insanlara gəlsin. Onları TikTokda paylaşan adamlar. Bəli, mən pis insanım, əsl mənə görədir bu meyxana. Söz məni niyə araya qoyduz ay qaqaş? Atdız məni TikToka ay qaqaş. Niyə belə pislik elədiniz ay qaqaş? Özünüzdən utanın ay qaqaş, qaqaş. Cümləyə bax, özünüzdən utanın ay qaqaş, qaqaş. Yaxşıdır, kreativ bir düşüncəsi var. Məntiqli bir meyxana yazıb. Niyə məni TikToka qoyub paylaş? Üzürlü say sən YouTube'da paylaşdım amma. Qəşəng meyxana deyirsən, bəlkə də dəvət falan alarsan. Reklam da. Bu itin xəstəliyinə dəqiqətən. Səsi çox qəribə çıxır. İtdən belə səs çıxmır. Elə bil ki, montaj falandır. Qonaqlar gedəndən sonra bəziləri, qonaqlar gedəndən sonra mən. Yaşanır.
Qonaqlar yanında belə eləmək olmur axı, adam biraz utanır. Yox. Yox. Nə ilə başlayır? O uşaq göz yaşını dayandıra bilmir. Nəyə görə ağlayır görəsən? Mənə TikTok keşfetim belə deyil idi axı. Elə bir məni kimsə güdürə burada. Ay Gülbala. Daraq təqdimatı edirəm. Deməli belə bir daraqdır gördüyünüz kimi. Bunun buradan əlinizdən keçirmək üçün yer də var. Məsələn 3 barmağınızı yerləşirsə 4 barmağınızı keçirdə bilərsiniz təbii ki. Yəni bununla belə saçımızı daraya bilirik. Yəni çox gözəl, praktik bir şeydir. Yəni hər an, hər yerdə. Onu 20 qəpik verənə kimi ən yaxşısı öz barmaqlarımdır. Bilirəm ki, tərkibi nədəndir. Quruz mahnısı gəldi, quruz. Bunu Qaqaş özü paylaşıb görəsən, hə? Axırdan yazmışdı, paxotqalısan axı. Fəxr eləyib özü ilə 100%. Maksimum 14 yaş. Ya da 13. Bilmək olmaz 10 falan da ola bilər. Birinci sinif kombinim yadıma düşdü. Demək qardaşım qızla danışır. O həyatı. Öpüşlər. Məktəbə geyindiyim uzunluqlar geyindirəm. Maksimum. Uşaq can verir aşağıda. Təbəşdirir. Sən nəsə artıq nəsə sür. 100% çatdırmayıb da yazışmaları silməyə. Yazıb srozumdur, ustamayım. Srozumdur nə deməkdir? Qırmızı ürəyə başa düşdüm. Srozumdur nə deməkdir? ChatGPT-dən soruşaram. Ortadakı 3 nöqtəyə 10 saniyə bax, sonra divara baxıb gözünü tez-tez qırp. 10 saniyə baxaq. 3 4 5 6 7 8 9 10 Ola. Abi mahnı oxuyun Qaqaş. Fanatıyam da bunun. Artık yoruldu bu beden vicdansız seni kafamın içinde neden? Bu mahnını yazan peşman olub mahnını yazdığına görə. Kimisə məni incidəndə, mən kimisi incidəndə. Ronaldo ilə xüsusiyyətlərimiz eynidir. Oydu, video bitdi. Bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə videomuza like atıb kanala abunə olmağı yaddan çıxarmayın. Əgər Azərbaycan TikTok əfsanələrinin tez-tez gəlməyini istəyirsə, bayaqki Qaqaş kimi meyxana deyirəm. Şərhlərdə öz fikrinizi bildirin. Sağ olun, sevilirsiniz.